Salam, hörmətli tamaşaçılar. Din və Cəmiyyət verilişində xoş gördük sizi. Bildiyiniz kimi biz verilişimizdə mütəmadi olaraq müsəlman əxlaqı mövzusuna toxunuruq və müsəlman əxlaqının tərkib hissələri, müsəlmana lazım olan əxlaqi keyfiyyətlər haqqında mütəmadi olaraq söhbət açırıq. Bugün də dillə edilən günahlar haqqında söhbət açacağıq. Yəni qeybət, yalan, söyüş və s. bu kimi dil vasitəsilə yerinə yetirilən, icra edilən günahlar haqqında sizlərə məlumat verəcəyik. Qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü qonaqlarımız öz gözəl dini məzmunlu şeirləri ilə hamımıza yaxşı tanış olan şair Qəzəlxan Arif Buzovnalı və fəlsəfə doktoru Rafiz Manafovdur. Mən sizi salamlayıram. Verilişimizə xoş gəlmişsiniz. Rafiz müəllim, ümumilikdə dillə edilən günahlar haqqında, bax, bunları necə ümumiləşdirə bilərsiniz? Quran-ı Kərimdə, Peyğəmbərimizin sünnəsində bu barədə nələr buyurulub? Dil hər şeydən əvvəl insana bəxş olunmuş ən gözəl nemətlərdən biridir. İnsanlar bir-birini dil vasitəsilə danışır. Biz bir-birimizi dil vasitəsilə tanıyırıq. Dil vasitəsilə dini öyrənirik, tariximizi öyrənirik, insanlığımızı öyrənirik, əxlaqı öyrənirik. Dil bizi birləşdirən bir dəyərdir hər şeydən əvvəl. Və bu baxımdan eyni zamanda dil dində də çox əhəmiyyətli məsələlərdən biridir. Bu baxımdan ki, dil eyni zamanda dağıdıcı da ola bilər, mənfi xüsusiyyətlər də parçalayıcı da ola bilər, bölüşdürücü də ola bilər. Klassik bizim fəlsəfi düşüncədə dili varlığın 3 mərtəbəsindən biri sayırlar. Deyilir ki, bir şeyin bir real həqiqi varlığı var, o həqiqətdə necədirsə elədir. İkincisi, o varlığın bizim zehnimizdəki forması var. Yəni biz onu necə anlayırıqsa, onun bu ikinci varlıq kateqoriyasıdır və nəhayət üçüncüsü onu biz dilimizlə necə ifadə edirik. Yəni dil varlığın o 3 mərhələli varlığın son həlqəsini təşkil eləyir. İslam dini nöqteyi nəzərindən dil çox mühüm qəbul olunur və istər Quran-ı Kərimdə, istər Həzrət Peyğəmbərin hədislərində dil məsələsinə toxunulub. Dillə olunan günahlara, yalan, qeybətin nə qədər Allah qatında mənfi bir əməl olduğu vurğulanıb, bildirilib. Həzrət Peyğəmbərin hədislərində cəhənnəm təsvirləri olunarkən oradakı insanların bir çoxunun etdikləri əməllərdən daha çox etdikləri o yanlış əməlləri söylədiklərinə görə, onu insanlar arasında yaydıqlarına görə onlar tənqid olunublar və Allah tərəfindən onlara xəbərdarlıqlar olunub. Quran-ı Kərim təbii ki, məsələn, Hucurat surəsində ey insanlar, sizə bir fasik gəldikdə onun söylədiyini mütləq araşdırın. Dediyini o dəqiqə qəbul etməyin, inanmayın. Çünki ola bilsin ki, o dili ilə öz mənfi bir, məkirli bir niyyətini həyata keçirməyə çalışır və fitnə salmağa çalışır. Quran-ı Kərim digər bir ayəsində Əl-fitnətu əşəddu minəl qatl. Yəni fitnə ölümdən daha betərdir buyurulur. Yəni çünki qətl anı bir dəfəyə məxsus olan bir şeydir. Bir dəfə olur və bitirir. Fitnə isə elə bir şeydir ki, o uzun müddət davam eləyir və insanlar arasındakı o fitnə yaşayır, daha çox dağıdıcı funksiyası olur. Həzrət Peyğəmbər sahabələrinə çox tövsiyələr var bunlarla bağlı. Hətta onlar Həzrət Peyğəmbərdən soruşurlar ki, ya Rasulullah, bizə bir əməl söylə, bizim xeyrimizə olan bir əməl söylə. O da deyir, dilini qoru deyir. Dilini qoru və dürüst davran deyir. Yəni dil bu baxımdan çox əhəmiyyətlidir. Hətta bayaq söylədiyimiz kimi, cəhənnəm təsvirlərində insanların etdikləri günahları dili ilə yaydıqlarına görə daha çox cəzalandırıldığı bildirilir. Bu baxımdan həm Quran-ı Kərim nöqteyi nəzərindən, həm İslam hədislər baxımından baxdıqda təbii ki, dil son dərəcə mühümdür. Bizim əxlaq nəzəriyyəmizdə də dil çox vacib məsələdir. Çünki biz dilin təbii ki, yalanları dilimiz vasitəsilə yayırıq, qeybət var, iftiralar var, böhtan var. Bunlar dilin işlədiyi böyük günahlardır. Bunlar hamısını təbii ki, biz insanlar öz mənfəətləri hesabına edirlər. Yəni, mütləq yalan danışırsa bir insan, onun orada bir mənfəət var, bir şey əldə etmək üçün danışır. Və ya iftira eləyirsə, qeybət eləyirsə, başqasının birini bir mənfi bir xüsusiyyətə, bir müsibətə düçar eləmək üçün eləyir. Yəni, başqasını aşağılamaq üçün eləyir. Bu baxımdan həm din nöqteyi nəzərindən, həm əxlaq nöqteyi nəzərindən, həm də ki, fəlsəfi nöqteyi nəzərindən dilin günahlarını qorumaq üçün, dildən qaynaqlanan günahları qorumaq üçün bəzi prinsiplər təbii ki, ortaya qoyulur, irəli sürülür. Elədir. Arif müəllim, dillə bağlı günahların ictimai təhlükəliliyi nə qədərdir? Dil bir özünü ifadədir. Hər bir insan üçün kimliyini, yaşam tərzini, düşüncəsini ortaya qoymaq üçün bir vasitədir ki, onun vasitəsilə alimimiz buyurduğu kimi tanınır, özünü də tanıdır və nə dəyərlərin, hansı dəyərlərin sahibi olduğunu da göstərir.
hər bir kəsin bir həyat yolu var. O həyat yolu deyiləndə sadəcə o yol deyil ki, mən dini yoldayam, ya dinsiz yoldayam, ya başqa bir dindəyəm. Bundan söhbət getmir. Qoyduğu qarşısına hədəflər var. O uzun müddətlisi var, onun qısa müddətlisi var. O hədəfə doğru getdikdə ona kömək edəcək o köməkçi vasitələr ki, araçlar ki var, nə olacaq? Onların içərisində insanın dili nə cür rol oynayacaq, nə işlər görəcək, o vacibdir. Müasir zamanımız üçün daha keçərlidir ki, ictimai məqama toxundursunuz. Cəmiyyət üçün bu keçərlidir. Qarşına qoyduğu məqsəd və həmin məqsəddə dildən necə istifadə edəcək? Yəni, o hədəfə getdikdə yalan danışacaqmı? Qeybət edəcəkmi? İftira atacaqmı? Ədalətsizliyə, zülmə şərait yaradacaqmı? Hətta mən bir şey də qeyd edeyim ki, bu sayıldı dilin günahları. Bəzən o dilin günahlarından biri də biraz məcazda təbii ki, susmaqdır. Susmağın özü də dilin günahıdır. Müəyyən bir məqam var ki, orada insan etiraz eləməlidir. Yəni, dil təkcə qəbul etmək üçün deyil, tərif üçün deyil, vəsf üçün deyil ki, və yaxud bir şey haqqında təsvir edib danışmaq üçün deyil ki, dil eyni zamanda hər hansı bir zülm qarşısında etiraz etməkdir. Hər hansı bir ədalətsizliyə göz yummamaqdır, sakit qalmamaqdır, seyirci olmamaqdır. Biri-birinə bağlıdır bunlar. Mesela halal, haram məsələlərində dilin böyük rolu var. Baxmayaraq ki, söz deyildi, havaya getdi, bir yerdə yazılmadı, bir yerdə qeyd olunmadı. Amma söz havaya deyildisə belə, haçansa o kiminsə qulağına, yaddaşına yazılıbsa, kimsə onu bir gün üzə çıxaracaqsa, onda da o 100 il bundan qabaq deyilmiş, 50 il bundan qabaq deyilmiş bir söz ki, o vaxt hələ günahını qazanmamışdı, o vaxt hələ günah sayılmırdı, bu gün gəlib günah ola bilər. Üstündən müddət keçəndən sonra insanların xatirəsində yaşaya-yaşaya gəlib günah ola bilər. Bir də bizim qəbul eləmə imkanlarımıza bağlıdır bu. Dillə haqla nahaqqın arası 4 barmaqdır, gözlə qulağa işarədir. Dil ola bilər ki, neysə düz çatdırmaz onu. Bayaq yenə alimimiz qeyd elədi, bir şeyi eşitmək, hətta eşitmək belə. Hətta ən qısa cümlə ilə eşidib, sonradan onu digər bir insana danışmaq özündə bir fərqlilik var. Çünki onun üçün öz emosiyavu, öz danışıq tonuvu, üstünə qoyursan onu, əlavə eləyirsən ona, anladığı əlavə eləyirsən ona. Mövlana buyurur ki, sən sözü necə deyirsən de, eşidən anlaya bildiyi qədər anlayacaq. Belə bir məşhur söz var. Anlaya bildiyini söyləyəcək. Dil birbaşa həm düşmənçiliyi, həm dostluğu, həm mülayimliyi, həm qəddarlığı yaradan amil olduğuna görə cəmiyyətin içində xüsus olaraq ki, buna biraz üçün yəqin ki, biraz da daha ətraflı toxunacağam, daha vacib bir məsələdir. Elədir. Bizim İslam müqəddəslərinin dillə edilən günahlar haqqında kəlamlarından ibarət bir hədislər toplumumuz var. Gəlin birlikdə həmin hədislər toplusunu dinləyək. İslam müqəddəsləri buyurublar. Kim bir müsəlman kişi və ya qadının qeybətini etsə, qeybəti edilən adam onu bağışlamasa, Allah qeybət edənin 40 gün 40 gecəlik namaz və orucunu qəbul etməz. Qeybət etmə ki, səndən də qeybət edərlər. Qardaşına quyu qazma ki, özün ona düşərsən. Çünki hansı əllə versən, həmin əllə də geri alacaqsan. Peyğəmbər buyurdu, qeybət etmək zinadan daha pisdir. Soruşdular, niyə? Buyurdu, adam zina edib, sonra tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Ancaq qeybət edən, qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayınca, Allah tərəfindən də bağışlanmaz. Yenə Peyğəmbər buyurdu, Meyrac gecəsi öz sifətlərini dırnaqları ilə cıran bir dəstə adam gördüm. Soruşdum, ey Cəbrail, bunlar kimlərdir? Dedi, bunlar cəmaatın qeybətini edən və abrını tökən adamlardır. Qeybət etmək aciz insanın işidir. Kim başqasının dalınca onda olan və cəmaatın da bildiyi məsələləri danışsa, qeybətini etmiş sayılmaz. Amma kimsə başqasının dalınca onda olan və cəmaatın bilmədiyi məsələləri danışsa, qeybətini etmişdir. Əbu Zər Peyğəmbərdən soruşdu, ey Allahın Rəsulu, qeybət nədir? Peyğəmbər cavab verdi, qeybət budur ki, din qardaşın haqqında onun xoşlamadığı bir sözü deyəsən. Əbu Zər yenə soruşdu, bəs özünün yanında onun haqqında danışsam necə? Buyurdu, əgər onda olan bir xüsusiyyətdən danışsan, qeybətini etmisən. Onda olmayan məsələdən danışsan,
ona böhtan atmısan. Qeybətə qulaq asan da qeybət edən kimidir. Sənin üzərində qulağının haqqı budur ki, onu qeybət eşitməkdən və eşidilməsi rəva olmayan hər bir söhbətdən uzaq saxlayasan. Kim bir məclisdə qardaşından qeybət edildiyini eşitsə və bu qeybəti kəssə, Allah dünya və axirətdə min cür pisliyi ondan uzaqlaşdırar. Hər kimin yanında müsəlman qardaşının qeybətini etsələr və o imkan olduğu halda buna qarşı çıxmasa, Allah onu dünya və axirətdə kimsəsiz qoyar. İnsanları söyməyin ki, bununla onların arasında özünüzə düşmən qazanarsınız. Mömini söymək, məhv olmağın astanasında durmaq kimidir. Rafiz müəllim, dillə edilən günahlar arasında ən birinci yerlərdən birini, belə desək, bəlkə də səhv etmərik, yalan tutur. Yalan cəmiyyətləri bürüyən bəlalardan biri sayılıb tarix boyunca. Yalan haqqında nə deyilir bizim dinimizdə? Yalan danışmağa yəni icazə verilirmi? Bəhanə varmı? Üzür varmı yalan danışmağa? Dilin təbii ki, böyük bəlalarından birincisidir yalan. Eyni zamanda dedik ki, birisini böhtan atmaq və qeybət də bunların yanındadır. Yalan eyni zamanda məsələlərə qeyri-adil yanaşmadır. Bir şeyə, hər hansı bir şeyə layiq olduğu dəyəri verməməkdir. Onun haqqındakı xüsusiyyətləri, vəsifləri, özəllikləri ya şişirtməkdir, ya da alçaq göstərməkdir, ya da dəyərsiz göstərməkdir. Yəni, dolayısıyla buna dini literaturada zülm qavramı da bunun içərisində gedir. Yəni, ərəb dilində belə söylenir ki, zülm bir şeyi yerindən kənara qoymaqdır. Ədalət isə bir şeyi lazım, layiq olduğu yerə qoymaqdır. Dolayısıyla yalan söyləmək də istər bu insan haqqında ola bilər və ya bir varlıq haqqında ola bilər və ya hər hansı bir şey haqqında ola bilər. Olduğu məcradan çıxardıb başqa bir səpkiyə aparmaq deməkdir. Ümumiyyətlə, insan danışarkən, nitq söyləyərkən, o söylediyi nitqin içərisində, söylediyi sözlər içərisində o kateqoriyalar var, dəyərləndirmələr var. Deyilir ki, bu kateqoriyalardan birincisi doğru və yanlışlıq kateqoriyasıdır. Yəni, doğru və yalanlıq kateqoriyasıdır. Bir şey ya doğrudur, ya da yalandır. Ya həqiqətdir, ya da ki, yalandır. Ya gerçəkdir, ya da yalandır. İkincisi, bir şey ya yaxşıdır, ya da pistir. Buna biz əxlaqi kateqoriya deyilir. Yəni, birincisinə fəlsəfi, məntiqi kateqoriya, ikincisi əxlaqi kateqoriya. Yəni, yaxşılığa mı xidmət eləyir söylənən söz, yoxsa arxasında mənfi bir məna mı daşıyır, səbəb olduğu şey mənfi bir şeydirmi? Üçüncüsü, söylənən sözün mahiyyəti ilə bağlıdır. Yəni, bir söz gözəl sözdürmü, mülayim sözdürmü, yoxsa kobud, sərt sözdürmü? Buna da estetik kateqoriya deyilir. Yəni, etikdən fərqli olaraq estetik kateqoriya. Bax, bu hər üçünü birlikdə dəyərləndirədə bir müsəlmanın, bir insanın, yəni, hər şeydən əvvəl müsəlmanın bu üç kateqoriyada riayət etməsi lazımdır. Yəni, söylədiyi söz birincisi həqiqətə uyğun olmalıdır, doğruya uyğun olmalıdır. İkincisi, müsbət bir qayəyə xidmət etməlidir. Yəni, nəticəsi müsbət olmalıdır. Faydalı bir şey gətirməlidir. Bu, onun əxlaqından irəli gəlir. Üçüncüsü də, bu da çox önəmlidir. Xüsusən dini təbliğ metodologiyasında buna çox yer verilir. Peyğəmbərlərdə bu, belə deyək də, zirvə nöqtəsinə çatır. Bəzi peyğəmbərlərin bunu Quran-Kərimdə bununla bağlı hekayələr də var. Məsələn, Firavuna gedərkən Musa aleyhissalam, yəni qardaşım Harunu da deyir mənə göndər. Onun nitqi daha gözəldir, daha mülayim sözlüdür o. Söylədiyi söz daha təsirli ola bilər. Və yaxud Allah Həzrəti Peyğəmbərə buyurur ki, yəni ona gedirsən, ona yumşaq söz söylə. Sən sərt söz söyləsən, kobud sözlü olsan, ətrafında insanlar dağılıb gedərlər, qalmazlar yanında. Bu baxımdan bu üç dəyərləndirməni də birlikdə nəzərə almaq lazımdır və yalan istər Quran-Kərimdə, istərsə də hədis şəriflərdə çox, belə deyək, hicv olunan, qadağan olunan məsələlərdən biridir və eyni zamanda məsələn, Həzrəti Peyğəmbərin bununla bağlı çox təsirli, ibrətli bir hədisi var. Buyurur ki, ona soruşurlar, müsəlman bu günahları işləyərmi? Bəzi başqa günahlar söylənilir, yanlış anlaşılma olmasın deyə onları söyləməyəcəm. Ola bilər deyir, bunu eləyərmi, oğurluq eləyərmi məsələn? Ola bilər, mümkündür, yəni əlindən bir xəda. Yalan danışa bilərmi? Xeyr, yalan danışmaz deyir. Yəni, yalan danışa bilməz. Yəni, digər günahları nisbətən müsəlman, hər bir insan bu günahlara düşə bilər. Amma yalanı qətiyyən
qəbul etmir. Çünki yalanda niyyət var. Yalan düşünülmüş bir şeydir. İnsanın iradəsi də orada rol oynayır. Və dində iradə qavramı çox mühümdür. Elə Peyğəmbərimiz özü də əmin idi, yalan danışmazdı heç vaxt. Bəli, Həzrət Peyğəmbərin Peyğəmbərlikdən əvvəlki adı da, Peyğəmbər olmamışdan, Rəsul və Nəbi olmamışdan əvvəlki adı Muhammed Əl-Əmin, güvənilən, etibar olunan Peyğəmbər deməkdir ki, tarixdə bunun misalları çoxdur və hamıya məlumdur. Yəni, Yəhudilər belə öz düşməninə, yəni Həzrət Peyğəmbərə öz əmanətlərini qoyurdular. Bu da onun doğru sözlüyündən irəli gəldi. Eyni zamanda doğru sözlülük, sıddıq sifəti Peyğəmbərlərin sifətlərindən biridir. Peyğəmbərliyə məxsus olan xüsusiyyətlərdən biridir. Yalancı olması düşünə bilməz və qeyri-mümkündür. Eyni zamanda müsəlmanlar da Həzrət Peyğəmbərin o üsvə-i həsənəsindən, o nümunəvi şəxsiyyətindən nümunə götürərək təbii ki, eyni yolu davam etdirməlidir və yalan danışa bilməzlər qətiyyən. Elədir. Arif müəllim, yalan həm də cəmiyyəti təhdid edən bir bəladır. Yəni, cəmiyyət güvənlik üzərində, əminamanlıq üzərində, bir-birinə etimad və etibar üzərində qurulmalıdır. Yəni, münasibətlər bu zəmində qurulmalıdır. Yalan bu zəminləri sarsıdır, cəmiyyəti sökür, dağıdır, insanların bir-birinə etimadını, inamını aradan qaldırır və cəmiyyətdə bir inamsızlıq, bir etimadsızlıq, bir xaos əmələ gəlir. Elədirmi? Elədir. Yalan kütləvi forma alanda cəmiyyəti ölkələr dağıda bilər, əgər bir kütləvilik varsa onda. Amma özünə görə fərdi bir xüsusiyyətli yalan insanda. Hətta ora qədər gəlib çatıb ki, artıq biz onu bəlkə hisslər kateqoriyasına belə daxil eləyə bilərik. Çünki o qədər insanlarla özəgləşib, yaxınlaşıb o. Biz hər bir insanın içində bir vicdan deyilən tərəzisi var, bir mizanlı var orada. O ədalət tərəzisidir. Yəni özü nə qədər ədalətlidirsə, nə qədər ədalət anlayışı varsa onun içərisində, onun o üzə çıxardığı əməl də, göstərdiyi əməl də, danışdığı söz də o qədər o tərəziyə uyğundur. Təbii ki, yalan danışanda bir insan birinci özünü alladır. Hər kəsdən qabaq özü bilir ki, yalan danışır və özünü də alladır o məqamda. Yalandan bir başqa bir yalan da doğar, onu sürükləyər, tamam başqa o məcradan çıxardar, hətta öz mənfəəti üçün belə olsa, ola bilər ki, o məqamda bir ağıl məhsuludur da, tədbirdir yalan. Yəni bir vəziyyətdən çıxışdır, özünü müdafiədir və s. Yəni daha böyük bəlaya sürükləyə bilər. Amma bu bir fərdidir. Yəni bir nəfər bunu özü üçün eləsə başqa məsələ. Amma bir də var cəmiyyət üçün olsun bu. Yəni cəmiyyətə təsiri olsun bu yalanın. İndi bəzi şeylər var ki, onlar yalanın ətrafındadır, cəmiyyətin içində yalan sayılmır. Yəni insanlardan soruşsa onu yalan yox, başqa bir yerə qoyacaq. Məsələn, tərif. Tərif sözün mənası bir adamı tanıtmaqdır. Yəni olduğu kimi göstərməkdir. Amma həddindən kənara çıxarsa, mən onu bir giyimə bənzədirəm. Məsəl üçün, hər bir adamın bir ölçüsü var da, bu pəncəyə əyninə giymək üçün ölçüsü var. Bunu 3-5 ölçü böyüyünü giyərsən, necə pis görsənər insan. Tərif də elə bir şeydir. O cür yalandır. Ki, bir insanı onu əyninə biçərsən o cür ki, 5-6 ölçü özündən böyük olsun, o dəqiqə onun cılızlığı görsənər. Yəni, o böyük pəncəyin içərisində özü balaca qalar. Yəni, sən adamı böyütmüş olmazsan əslində. Əslində onu kiçiltmiş olarsan. O tərifin ölçüləri o insanın layiq olduğu ölçülərdən çox yüksəkdə qalır, çox yuxarıda qalır. Bəzən olur, biz də bu işlərin içində, cəmiyyətin içərisində görürük ki, hətta öz müqəddəslərimizi, yəni o insanları ki, biz əqidəmizdə istinad eləyirik, onları qəlbimizdə məhəbbət bəsləyirik, onları, necə deyəli, o bəşəriyyətdən kənarda tutmuşuq öz xalislikləri ilə, saflıqları ilə, məsumluqları ilə. Hətta onları belə bir də görürsən ki, məsələn, bir sadə bir misal deyim, Əli əleyhissalamın Əbu Dövudun başına vurduğu zərbəni deyir ki, kəsdi, başını da kəsdi, yer kəsində yarıya qədər kəsdi. Belə onu güya şişirmək istəyir, böyütmək istəyir, amma əslində onu bir nağıl qəhrəmanına çevirir. Əslində onu kiçildirsən sən. Digər insanların gözündə, hansılar ki, bəlkə tanımırdılar onu artıq nağıl qəhrəmanı kimi, bilmirəm, cizgi filmi qəhrəmanı kimi qəbul eləməyə başlayırlar. Bu da təəssübkeşlik bir də görürsən. O qədər çox olur ki, qarşımdakı o düzgün, doğru tərif edə biləcəyin, tanıda biləcəyin insanın üzərinə yalan qoşursan və onu daha da böyütmüş olursan. Lazım olandan daha böyük. Halbuki onun elə tərif olunmalı, onun alqışlanmalı, onun insanlardan fərqli göstərə biləcək xeyli cəhətləri var. Amma tanımadığın üçün, bilmədiyin üçün, məruf olmadığın, oxumadığın üçün sən o adamı o cür düzgün elmi ilə, savadı ilə, dünya görüşü ilə, götürdüyü əxlaqi
dəyərlərlə vəsf eləyə bilmirsən, əksinə onu daha belə deyək, gülünc vəziyyətlərə salmaqla şişirtmiş olur. Bu da cəmiyyətin içində ələlxüsus o dini məqamlarda, o böyük şəxsiyyətlər, istər dini olmasın, bu müəyyən elm sahibləri də ola bilər, müəyyən bugün yaşayan adamlar ola bilər, el ağsaqqalları ola bilər ki, onları olduğundan daha fərqli göstərməklə biz bilmədən o yalanın qurbanı olub, onları böyütmüş yox, kiçiltmiş olur. Yəni, cəmiyyətin içərisində o yalan bəzən o insanın o yaxşılıq hissindən də doğa bilir. Elədir. Bizim sual-cavab rubrikamızın vaxtı gəlib çatdı. Biz hər həftə tamaşaçılarımızı maraqlandıran suallardan birini dini ekspertimiz ünvanlayırıq. Gəlin birlikdə sual-cavab rubrikasının bugünkü buraxılışını izləyək. Bugün tövbənin şərtləri haqqında danışacağıq. Tövbə inanclı insanın mənəvi həyatında, onun Allahla olan münasibətində və onun bəndə ilə eyni zamanda cəmiyyətlə olan münasibətində ən mühüm hadisələrdən biridir. Tövbə Allahın qadağan etdiyi, haram buyurduğu, pis əməl kimi gördüyü əməlləri etdiyi zaman bir insanın bundan böyük peşmançılıq hissi keçirərək Allaha bir daha bu pis əməlləri, bu haramları, qadağaları etməmək üzrə verdiyi sözdür. Tövbənin qəbul olması üçün müəyyən şərtlər var. Biz bu şərtləri bir neçə bənddə ələ ala bilərik. İlk əvvəl tövbənin qəbul olması üçün bu haramı, qadağaları edən insan ilk əvvəl səmimiyyətlə, qəlbən, daxilən bu işin pis əməl olduğunu bilməli, görməli və böyük peşmançılıq hissi keçirməlidir. Böyük peşmançılıq hissi keçirdikdən sonra əlbəttə ki, bir an əvvəl bu əməlin tərk edilməsi lazımdır. Yəni, bəndə hiss etdi ki, o yanlış əməl görmüşdür, xata etmişdir, günah iş görmüşdür, bu günahın fərqinə varmışdır. O zaman peşmançılıq hissi keçirir və bir an əvvəl, o andan etibarən həmin pis əməli tərk edir. Və eyni zamanda bəndə Allaha, yalnız və yalnız Allaha yönələrək Allah Taalaya söz verir ki, o bir daha bu pis əməli etməyəcək. Məhz tövbə prosesi də elə budur. Bir də burada ən mühüm şərtlərdən biri ondan ibarətdir ki, bir qul haqqı varsa, bir bəndənin haqqına girilmişsə, bu pis əməl hər hansı bir insanın haqqına, hüququna girməklə nəticələnmişsə, mütləq o insanla halallaşmaq lazımdır, ondan halallıq almaq lazımdır. Bundan əlavə, əlbəttə, eyni zamanda bu edilən əməldən tövbə etməklə bərabər Allahdan bağışlanma diləmək lazımdır. Və tövbənin qəbul olma şərtlərindən biri də daha sonra tövbə etdikdən sonra salih əməllə, gözəl əməllə bu verilən sözü, bu tövbəni möhkəmləndirmək lazımdır. Bir məsələni də qeyd etmək istəyərdim. Tövbə o qədər ciddi məsələ, Allahla insan arasında olan o qədər ciddi prosesdir ki, burada ciddiyyəti qorumaq lazımdır. Yəni, kobud dildə desək, necə olsa Allahın mərhəmət qapısı, tövbə qapısı açıqdır deyə hər dəfə verilən sözü, edilən tövbəni pozmamaq lazımdır. Yəni, lağlağı etməmək lazımdır, oyun oynamamaq lazımdır. Bu tövbənin keyfiyyətini, mənəvi keyfiyyətinə zədə verən bir hadisədir. Rafiz müəllim, cəmiyyətdə yayılmış ən böyük bəlalardan biri də söyüşdür. Çox təəssüf ki, biz cəmiyyətdə böyüklü, kiçikli bəzən bir çox insanların söyüş söyməsinə şahid oluruq. Hətta bundan da acınacaqlı bir vəziyyətdir ki, böyüklər uşaqlara belə söyüş öyrədirlər və uşağın söyüş söyməyini ləzzətlə seyr eləyirlər və sevinirlər, onu bir şirinlik kimi, bir uşaqlıq kimi qəbul edirlər. Söyüşə İslamda necə baxılıb? Yəni, söyüş söymək belə asan bir işdirmi? Belə əhəmiyyətsiz bir şeydirmi? Belə icazəli bir işdirmi? Haqlısınız. Yəni, bu bizim cəmiyyətin ən böyük
problemlərindən biri də bu söyüş məsələsi. Yəni təhqiramiz ifadələrin çox işlədilməsi və buyurduğunuz kimi, yəni biz daha uşaqlıqdan etibarən bizə bu öyrədilir. Yəni insan dayısını söyür, həmsini söyəndə bu müsbət bir hadisə kimi və sevinilir ki, uşaq artıq söyüş söymə, yəni bir kişilik əlaməti, böyüklük əlaməti kimi, xüsusən oğlan uşaqlar üçün daha çox nəzərdə tutulur. Biraz böyüdükdən sonra o söyüş insanın xarakterinə çevrilir. Yəni və yayğınlaşmağa başlayır. Toplum arasında yayğınlaşır. İnsanlar bir-birini vərdiş eləyir, yəni təbii ki, təhqir etməyə. Söyüşün mahiyyəti nədir? Söyüş başqasının ləyaqətini alçaltmaq deməkdir. Ləyaqətlə birbaşa bağlı insan belə deyək, şərəfli varlıqdır. Dində şərəfli varlıq olaraq qəbul olunur. Uca varlıq olaraq qəbul olunur. Çünki ilahi bir ruh daşıyır, Allahdan verilmiş bir ruh daşıyır və varlıqlar içərisində üstün səviyyədədir. Söyüş ifadələrinə baxdıqda isə o insanın olduğu dərəcədən çox aşağılara, yəni hər hansı bir üzr istəyirəm heyvana və ya başqa bir şəkildə təhqir etməkdir, bənzətməkdir o. Bu baxımdan insanın ləyaqətini alçaltdığına görə dinimizdə qadağan olunan məsələdir söyüş məsələsi və bunu hətta Quran-ı Kərimdə müxtəlif bu ifadələrə də rast gəlinir. Məsələn, o insanları söyməyin deyir, onlar da sizin ilahlarınıza söyərlər, sizin ilahınıza söyərlər. Siz o insanların, müşriklərin ilahlarına söyməyin, onlar da sizin ilahınıza söyərlər. Çünki ilahlarına belə söyməyə nəticədə bu mənfi bir söyüşə səbəb olacaqsa, təhqirə səbəb olacaqsa, təhqirin yayılmasına səbəb olacaqsa, qarşılıqlı söyüşə səbəb olacaqsa, onu qadağan edir. Baxmayaraq ki, müşriklikdə, şirkdə, İslamda qəbul olunmayan məsələlərdən biridir. Hətta nəinki söyüş söymək, hətta bir insanı aşağılayan bir ləqəb qoymaq, onun bir eybini üzə vurmaq da İslamda bəyənilmir, elədirmi? Bayaq söylədiyim Hücurat surəsi bu baxımdan yəni çox bu əxlaqi keyfiyyətlərin çox yayğın olduğu surələrdən biridir Hücurat surəsi. Orada səhv eləmirəmsə buyurulur ki, yəni insanlar bir-birinizə ləqəb taxmayın. Yəni bir-birinizi ləqəblərlə, aşağılayıcı sözlərlə, adlarla çağırmayın bir-birinizi. Təhqir etmək, aşağılamaq həm ilahi qədərə, ilahi iradəyə tərsdir, həm bəşəri ləyaqətə ziddir, həm də ki, əxlaqi kriteriyalara tərsdir. Bugün çox təəssüf ki, biz cəmiyyətdə bunun çox şahid oluruq. İnsanlar bir-birinə ləqəblər qoşurlar və onun məhz acığı gələn, onun hər hansı bir eybini, nöqsanını üzünə vuran ləqəblər qoşurlar. Halbuki İslamda bu bəyənməyən bir şeydir və müqəddəslərimizin həyatına baxarkən Peyğəmbərimizin o qədər sahabələri olub ki, hər hansı bir naqislikləri olub. Gözləri kör olub, qolları kəsik olub, qıçları olmayıb, hər hansı başqa bir eybləri, nöqsanları olub, boyları balaca olub, yaxud uzun olublar. Amma Peyğəmbər heç vaxt onlara o ləqəblə, yəni o dediyim sözləri onlara deməyib, onlara o adla çağırmayıb və onları çağıranları qınayıb. Ki, bunu bu adla çağırmayın, onlara gözəl adlar qoyun və adları pis olanların belə adlarını dəyişdirir Peyğəmbərimiz ki, onda bir kompleks yaranmasın, yəni başqaları tərəfindən əksildiyini düşünməsin. Arif müəllim, söhbətimizin sonuna yaxınlaşırıq və cəmiyyətdə bugün bəlkə də yayğınlıq dərəcəsinə görə, yayılma dərəcəsinə görə birinci yerdə duran bir dil günahı haqqında sizə sual vermək istərdim, qeybət. Bəlkə də bütün evlərə ayaq açmış bir bəladır, bəlkə də bütün cəmiyyətlərə ayaq açmış bir bəladır, bəlkə də bütün insanları öz çirkabına bulamağa qadir ola bilən bəlkə də bir günahdır və fərqinə varmadan cəmiyyətin bir çox üzvləri bu günahı edirlər. Bax, bu barədə sizin fikirlərinizi bilmək istərdik. Qeybət nə dərəcədə pis bir hərəkətdir, bəd bir hərəkətdir və bunun qarşısını almaq üçün nə etmək olar? İnsan özünü necə tərbiyə edə bilər ki, bundan qaçsın? Hər şey ailə tərbiyəsindən başlayır. Yəni, bir fərd dünyaya gözünü açdığı yerdə ilk təcrübəsini, ilk tərbiyəsini oradan alır. Və onun ilk tərbiyə verənləri, yəni valideyn, bu nənə, baba, böyük uşaqlar, yəni qardaşları, bacıları ola bilər. Onlardan nə alsa, onun üzərində, əsas da özüldür, binanın özüldür, onun üzərində tikir sonradan. Təbii ki, özü əyri olandan sonra onun üzərindəki o daşları nə qədər düz qoymaq istəsən, nə qədər böyük mürşid, ustad görsün, yenə orada bir əyrilik qalacaq, yəni özünü göstərəcək. Belə bir ifadə var idi ki, bir insan haccı getmək istəyir, səfər eləmək istəyir, halallıq almaq istəyir bəzi insanlardan. 2 nəfər qalırmış ki, halallıq alsın, birinin cavanlıqda 3-5 qoyununu oğramışdı. Gedir onun qapısını, döyür qapısını, deyir ki, mən sənin 3-5 dənə qoyun oğramışdım, bəs nədir? Həmin adam deyir ki, heç nə istəmirəm səndən, 500 dənə istəmirəm bu günə filan. 3-5 dənə götür, qoy yerinə halal edirəm səni. Deyir, nə gözəl oldu. 3-5 dənə qoyunla onu canımı qutardım. Bir də deyir ki, bir qadının dalınca bir pis söz demişdim. Gedim onu da
halallığını alım. Gedir halallığını almağa, o qadın deyir ki, bu qoyun deyil ki, 3-5 dənə olsun qaytarasan. Mənim gəncliyimi qaytar, mənim övladlarımın məhəbbətini qaytar, mənim ərəmin məhəbbətini, mənim sədaqətli, təmiz adımı qaytar, valideynlərimin mənə olan münasibətini qaytar. Bunları qaytara bilərmi? Yəni, elə şeylər var ki, dildən çıxandan sonra, o böhtan elə bir şeydir ki, o qeybət elə bir şey. Dildən çıxandan sonra onu geri çevirmək olmur. Bəzən onun o yeriməsə də ayaq tutmağı var. Bu yalan üçün deyilib. Amma danışdığın yalan bir ailənin dağılmağına, bayaq da qeyd edim əvvəldə, ölkədən ailəyə qədər ki, ailə də kiçik bir ölkədir, ki, hər şeyi dağıda biləcək qüvvəyə malikdir ki, o qeybətin də əsasını, o təməlini, o yalan və böhtan daşıyır. Çünki boş-boşuna insanlar bir-birinə kiminsə xoş əməlindən, xoş rəftarından danışmırlar ki, onun eybini axtarırlar. Peyğəmbərimizin məşhur hədislərindən biridir, buyurur, mömin möminin güzgüsüdür. Əli ibn Əbu Talib əleyhissalamdan soruşurlar ki, ya Əli, bu necə ola bilər mömin möminin güzgüsü olsun? Yəni, insan bir insana necə güzgü rolunu oynaya bilər və bunun imanı da dəxli var. Əleyhissalam buyurur ki, insanda, güzgüdə bəzi xüsusiyyətlər var ki, insanda olsa elə imanlı sayılar. Yəni, imanını kifayət eləyər onun. Sayır orada, biri buyurur ki, biri budur ki, güzgü insanların eyblərini üzünə söylər. Biri budur ki, deyir, güzgü insanların eyblərini səssiz söylər. Yəni, səs-küy salmaz. Yəni, insanlar bir-birindən bu cür davranmalıdırlar. Biri budur ki, güzgü insanların eybləri ilə bərabər onların gözəlliklərini də göstərir onlara. Biri budur ki, güzgü, sən güzgünün önündən çəkilən kimi eyblərin də çəkilər. Yəni, yaddaşında saxlamaz onu ki, günlərin bir gündə lazım olar mənə həmin o qeybət prosesində, o söhbət prosesində həmin adamı alçaldaram, aşağılayaram. Güzgünü 100 parça eləyərsən ki, eybi göstərməsin, hər parçası göstərərsən eybi ki, və s. Bunun kimi bir neçə misallar çəkir. Yəni, əslində bu cəmiyyət də hamı bir-biri üçün güzgüdür. Nə qədər yalan olsa ki, məndə yoxdur deməklə deyil. Qeybət mən eləmirəm deməklə deyil. Bu ayrı-ayrı insanlar üçün deyil. Bu cəmiyyətin içərisində yaşayırıqsa, bir toplu halında yaşayırıqsa, təbii ki, birinin etdiyi günah, birinin etdiyi əyri əməl, birinin etdiyi mənfi hamısına dəlalət edəcək, hamısına təsir edəcək. Yəni, mən də o qabın içindəyəm, o əziyyəti çəkəcəyəm. O qarşı tərəf deyən də əziyyəti çəkməli olan da. Yəni, bizim aramızda nəticə etibarilə əziyyəti çəkməyi bu dünyada nə qədər ki, bu cəmiyyətin içərisindəyik, hamımız oradan öz payımızı götürəcəyik. Maraqlı söhbətə görə mən sizə təşəkkürümü bildirirəm. Sağ olun, çox sağ olun. Belə bir hədis var. Qiyamət günündə bədən üzvləri arasında ən böyük, ən şiddətli cəzaya məruz qalan dil olacaq. Dil şikayət edib Allaha deyəcək: Ey Rəbbim, niyə mənə bütün qalan bədən üzvlərindən daha çox əziyyət verirsən? Axı mən əl kimi insanları öldürməmişəm, ayaq kimi günah dalınca getməmişəm, göz kimi harama baxmamışam və s. və ilaxır. Allah Teala'dan dilə nida gələcək. Sən bu günahları etməsən də bunların hər birinə şərait yaratmısan. Sənin üzündən nə qədər qanlar töküldü? Sənin üzündən nə qədər mallar qəsb olundu? Sənin üzündən nə qədər namuslar tapdalandı? Elə buna görə də bütün bu günahların əvəzini sən verəcəksən. Gəlin dilimizə qarşı məsuliyyətli olaq. Allah amanında.